Bu adam cinayətkar olmayıb. Bu adam xalqın dostu olub. O həmişə haqq ədalət uğrunda vuruşub və Rus rejiminə qarşı vuruşub. Allah ona rəhmət eləsin. Ruhuna ehtiramla, başlayıram salamla, məsləhət bilib Allah, edim xalqımı yagah. Bakıda qədim zamanlar, çox idi mərd cavanlar, qədim zığadlı kənddə, sonra çəmbərə kənddə, mərd qürurlu vüqarlı, dostlara etibarlı, kəndinin iftixarı, onun fəxri vüqarı, bir oğlan yetişirdi, onu həyat dəyişirdi, çetin zamanlar idi, qorxulayanlar idi, atası dənizdə tacir, pəncəli oğlu Cabir, bu mərd zığlı balası, bir Allahın bəlası, başqa ömür sürürdü, sanki sabah görürdü, şərəflə yaşayırdı, təmiz adın daşıyırdı. Amma 30-cu illər, faciələr, qətillər ona da təsir edirdi, cinayət öyrədirdi, başqa çarə yox idi, ehtiyacı çox idi, ailəni saxlayırdı, ürəyini dağlayırdı. Çünki əvvəl atasını, sonra xəstə anasını itirmişdi dalbadal, var belə bir ehtimal, gecədə məzarı üstə, sanki bağlı qəfəsdə, məzarı qucaqlayırmış, anasını ağlayırmış, amma sınmadı Cabir, qarşısında bir, hələ çox idi sınaqlar, soyuq zülmət otaqlar, demə onu gözləyirmiş, hər addım izləyirmiş, keçdi bir neçə müddət, tamam dəyişdi vəziyyət, çətinliklərə düşdü, vaxtı məqam yetişdi, çox sınaqlara dözdü, bütün Rusiyanı gezdi, xeyli pabellər etdi, Maqadana can da getdi. O vaxt Rusiyada zonda, hansısa bir kolonda, Skotka getdi 3 gün və Cabir oldu düzgün, bir dənə yağa durdu, oğru sankanı vurdu, Ziverlə qəbni aldı, sanka Ziverdə qaldı. Bu ad çox insanları, bir neçə oğlanları qurtarırdı ölümdən, işgəncədən, zülümdən, sözü keçirdi həmməşə, oğurluq deyil peşə, deyirdi ehtiraslı, düzgün olmaq əsaslı, hər sözü bir şuardı, bizlərə yadigardı, belə oğul idi Cabir, avtoritetli şair, neyi sayım sənə bir, Cabir uşaq yaşından, Ağa Kərim qardaşından, qoçluğu öyrənirdi, həm də fərəhlənirdi, qürurla fəxr edirdi, onun yolunu gedirdi, onunla bir gəz onda, çoxları vardır onda, Mariya Xəzzağa Sabir, Mişa Mirzə və sair, hamısı mərd oğul idi, yolları bir yol idi, onlara rəhmət olsun, yerləri cənnət olsun, ötüb keçsə də illər, dəyişsə də nesillər, qeyrətli oğlanları, Cabir tək insanları, tarix unutmaz əsla, lap dağılsa da dünya, Cabirin insanlığı, sadə mehribanlığı, şeirə sənətə qiyməti, ziyalılara hörməti, kasıblara qayğısı, ürəkdəkən yağısı, ciddi ağır təbiəti, hər sözü, hər söhbəti, hamını edirdi heyran, qəribə idi bu insan. Deyirlər ki bir zaman, yadınazı düşür yaman, sanki soyuq qəbirdən, qaçıb gəlir Sibirdən, doğma əziz kəndinə, abasın aynə bəndinə, sonra uzun müddətə, dönüb gedir qürbətə, düz 30 il gəlməyir, kimsə heç nə bilmir, ağır suroqlar görür, kəndinə bir gün dönür, onun ömrü həyatı, hər günü, hər saati, yazılsa bir kitabdır,
Əzablı, istirablı, əvvəli qəm zülümdür, sonu xəyanət ölümdür. Şərxi fələyin işinə bax, tərisinə gərdişinə bax. Əzazil rəislərə, hər addımda pislərə, rütbəli generallara, xisləti çaqqallara, bişərəf insanlara, fitnəli şeytanlara, həyatda zalimlərə, qəlbi daş hakimlərə, naxələf alçaqlara, hiləli yaltaqlara, əyilməyən bir insan getdi gülləyə qurban. Bu barədə çalışaram, biraz sonra danışaram. Belə danışır adamlar, var maraqlı məqamlar. Həyatında Cabirin mən də eşitmişəm birin. Rusiyanın bir yerində, talonların birində, bir erməni oğrusu, demə var imiş arzusu. Xlebnik olsun ona, yuxarıya keçsin sona. Cabirinsə bu işdən, bu hilədən gedişdən dəqiq xəbəri var idi, artıq xəbərdar idi. Biraz fikir qəmələdi, dostlarını cəmələdi, balaca süfrə yaratdı, düşmən əlini uzatdı, onun çörəyini kəsdi, amma yaman tələsdi, böygəşib qabıraxdı, hamı qəzəblə baxdı. Cabir onu danladı, gecdə olsa anladı, üzür xahlıq eylədi, bağışlayın söylədi. Bir anda durdu getdi, özünə intihar etdi. Cabir onu diliyle, ideali samiliyle sözlə məhv eləmişdi, çünki səhv eləmişdi. Budur kişilik məktəbi, var sözümün mətləbi, bəllik inam dəyanət, dürüstlük haqq ədalət, hamısı onda cəm idi, başqa bir aləm idi. Yazırlar ki bir zaman Cabir olarkən cavan, bir qızı çox sevirmiş, bəxt ona üç çevirmiş. Taleyindəki qismət, bu saf sevgi məhəbbət, acı həyat imiş ancaq, onu yenə etdi dustaq. Bağlı zindan içində, həsrət hicran içində, amma verirlər soraq, tutulmamışdan qabaq. Görür doğma övladın, etibar qoyur adın, şimaldan gələn külək, bu çərxi dönmüş fələk, onu ayırdı ailədən. Nədən beləymiş nədən, lakin o sarsılmadı, mənə heç ayrılmadı. Yeganə övladından, bunu çıxartma yadından. Cabir həmişə həyatda, həmçinin qazamatda, kəndinin xəyalı ilə, ev alma qamalı ilə, öz ürəyinin səsi ilə, azadlıq həvəsi ilə irəli addım atırdı, o zirvələrə çatırdı. Onu bu arzu, bu niyyət, vətənə olan məhəbbət gətirdi öz yuvasına, doğma elinə, obasına. Zığda özünə ev aldı, arzusu yarda qaldı, orada yaşaya bilmədi, tale yüzünə gülmədi. Belə deyir qocamanlar, Cabir axır zamanlar, hey anasın düşünürmüş, yuxularında görürmüş. Onu əcəl izləyirdi, hardasa gözləyirdi, sanki özü də bilirdi, ölümün üzünə gülürdü. Axı bu cür ola bilməz, o öz əcəli ilə ölməz. Mərd oğullar onu kimi, bir filmin sonu kimi, ölümü qorxu bilməyib, öz əcəli ilə ölməyib. Çünki hilə qurublar, xəyanətlə vurublar. Sən demə bu xəyanət, dost əli ilə nəhayət, Cabirə də ola bilər, həyatın ondan ala bilər. Necə olub bu əhvalat, olsa da çox məlumat, mən öz bildiyim qədər sizə danışım müxtəsər. O 53 yaşında, sürdüyü ağ maşında, köhnə dostu yoldaşı, sirrini bilən sirdaşı, ürəklə inandığı, halına hər an yandığı, Kəbir adında bir insan, ne insan əsli şeytan, qorxmadan bu
amma ki ismi qaldı xalqının yaddaşında, torpağında, daşında. Onun qoyduğu izlər, dərin mənalı sözlər, verdiyi məsləhətlər, tüslüyə xas cəhətlər, ədalətli qərarlar, söylədiyi şüarlar ürəklərdə yer aldı, əbədi xatirə qaldı. Vətən minər yanında, qədim zığ məkanında, indi də var cavanlar, yaşlılar, qocamanlar, qəbri üstə gedirlər, Cabiri yad edirlər. Mən də cavan sənətkar, gözəl arzularım var, yazdığım bu hekayət xalqa qalsın əmanət. Hamı ürəklə söyləsin, Cabirə rəhmət desin, eşit sözünü şairin, ruh önündə Cabirin. Baş əyrəm ehtiramla, bitirirəm bu kəlamla, baş əyrəm ehtiramla, bitirirəm bu kəlamla, baş əyrəm ehtiramla, bitirirəm bu kəlamla.